Artıq yay sezonudur, SPF-lərin əsl vaxtıdır. Düzdür, hər zaman SPF vurmaq lazımdır, amma indi hal-hazırda günəş şüaları daha çox dərimizə təsir edir, dərimizi qocaldır, dərimizə ləkə salır deyə biz SPF-lərdən istifadə edirik. Bizim şirkətin SPF-ləri dünya standartlarına uyğun SPF-lərdir. Nəyə görə? Çünki bizim SPF-lər həm uzun dalğalı şüalardan, həm qısa dalğalı şüalardan, həm də HV monitor şüalarından dərimizi qoruyur. Yəni siz gedib apteklərdən alanda SPF və yaxud başqa şirkətlərdən SPF alanda mütləq bu funksiyalara diqqət edin. Və yaxud 5 dənə pilus olmalıdır. Məsələn, Amerika şirkətinin SPF-inin üstündə 5 dənə pilus olmalıdır. Yəni mən əminliklə bizim SPF-ləri xanımlarımıza təklif edirəm. Və nəyi demək istəyirəm? Bizdə SPF 30 yaş əleyhinə, SPF 30 gündəlik istifadə üçün, SPF 30 uşaqlar üçün, SPF 50, SPF 50 və SPF 50 sik formasında SPF-lər vardır. Və hətta bizim SPF dodaq üçün balzamımız da var, SPF spreylərimiz də var, qaralmadan sonra yəni yanıqları götürmək üçün. Amma əsas onu sizə nəzərinizə çatdırmaq istəyirəm ki, bəziləriniz deyirsiniz ki, 100 faktor SPF istəyirəm. Siz bilməlisiniz ki, bizim SPF 50 faktor dərimizə 97% təsir edir. 100% aptekdə satılan SPF-lər həkim məsləhəti ilə üzündə əməliyyat olmuş, üzündə çapıq olan, yara olan, yəni bədənində estetik, üzündə estetik